Dostlar, bu günləri dostuma 25 saniyə vaxt verəcəm. Əgər bu lahmacunu yedirsə, məndən gördüyünüz kimi tam 100 manat pul qazanacaq. Hələ ki oradadır. Şimdi bunu sətirik. Götürüyoruz. Hazırdır. Getdik. Hərəm. Dəqiq olarsan. Allah, sənə nə oldu sən canım? Belə bir video çəkirəm. Əgər bu lahmacunu 25 saniyə ərzində yeyə bilsən, 20 saniyəyə deyərəm. mümkün də yeyən versən. Nə verirsən? 100 manat sənə pul verirəm. Hazırsan? Tamam. Sən 100 manat pul verirəm. 1 2 getdim. Qəşəng, ilkidarı zəif idi amma gedər, düzdür? Uşağı çox pis. 4 5 Davay. Oba. Qəşəng. Davay. Ay bля. Az Pepsi deyil. İçəcəm ya. Başlayalım, iyi də bunu da. Bu mən uzun tanımış. Davay getdim. Davay, qəşəng. 100 manatı qaçırma, brad, 100 manatı qaçırma, qəşəng. Pepsi də içə bilərsən. Ver açım köməyini. Davay, getdin. Davay, qəşəng səni. Sən 10 saniyə vaxtın qaldı. 5 4 2 1 0. Utardı. Bu günləri sən uduzdun. Ey brat, gələn səfər udarsan. Səncə bu videoda nə demək istəyirsən? 100 manata sən bu videoda mən bilən qaçdın. 100 manat yox. Yəni bunun düzəltdiyi bir gün onlar da qarşımıza çıxar. Düzəltdiyi heç bir lahmacunu yeməyin. Yəni heç məsləhət deyil lahmacun. Ətdən çox içində göyərti vardı. Özdə petroşka. Heç tadı yoxdur yəni.